Keçən həftə Milan prokurorluğu İtalyan yazıçısı Ezio Gavazzini'nin iddia ərizəsi əsasında təhqiqata başladığını bildirdi. Təhqiqat 30 il bundan qabaq Balkanlarda, daha doğrusu Bosniya və Hersegovinada, lap dəqiq olsaq, onun paytaxtı Sarayevada baş vermiş faciəvi hadisələrlə bağlı başlanılıb. Hatırladım ki, bizim Qarabağda birinci Qarabağ müharibəsi gedən zaman Balkanlarda da qanlı müharibələr tüğyan edirdi. Bu, keçmiş Yugoslaviyanın dağılması ilə bağlı, onu təşkil edən, indi isə müstəqil dövlətlər olan Xorvatiya, Bosniya-Hersegovina və əsasən Serbiya arasında gedirdi. Onu da deyim ki, bizim yaşadığımız faciəvi Qarabağ münaqişəsi nə qədər də acı, bizim üçün nə qədər də dəhşətli, dağıdıcı olsa da, Balkanlarda baş verənlərin yanında yəni çox yüngül görünür bizim münaqişə. Orada baş verən Srebrenica qətliamı, orada baş verən kütləvi, özü də cins fərqi qoymadan həm kişilərə, həm qadınlara, həm uşaqlara qarşı tətbiq olunan soyqırım və zorlama halları, artıq onların bir çoxu sübuta yetirilib və günahkarlar da beynəlxalq məhkəmələrdə öz cəzalarını alıblar. Onlardan bəziləri bu cəzasını çəkmədən intihar ediblər, bəziləri başqa səbəbdən dünyasından köçüblər, bəziləri isə cəzasını çəkməyə davam edirlər. Amma mövzuya qayıtsaq, Milan prokurorluğunun apardığı araşdırma Sarayevanın mühasirəyə alındığı, xatırladım ki, Sarayeva bu Bosniya və Hersegovina müharibəsi dönəmində 92-ci ildən 95-ci ilin sonuna qədər 3 il mühasirə şəraitində qalıb. Təsəvvür yaratmağınız üçün deyim ki, Sarayeva vadidə yerləşən bir şəhərdir və onun ətrafı dağlıq ərazilərdir və həmin o dağlıq ərazilərdə Serb hərbiçiləri otururdular. Vadidə yerləşən Sarayevada isə əsasən başnaq əhali, Bosniya və Hersegovinanın əksəriyyətini təşkil edən başnaq əhali yaşayırdı və onlar 3 il sərasər həmən o şəhəri dağların ətəyində, onların əlinin içində kimi görünən o ərazini mühasirə və terror altında saxlayırdılar. Vəziyyət o yerə gəlib çıxmışdı ki, çörək almaq üçün, məsələn, həyətə düşüb küçəni keçməli olan adam sadəcə snayper gülləsinə tuş gələrək ölə bilirdi. Sarayevanın mərkəzi küçəsi o zaman snayper xiyabanı adlanırdı. Oranı keçmək həyatınla qumar oynamaq kimi bir şey idi. Çünki ətraf hündürlüklərdən bu ərazi çox yaxşı görünürdü və snayperlər oradan keçən hər kəsi qadın, uşaq demədən atəşə tuturdular və bu 3 il mühasirə dövründə orada yüzlərlə qadın və uşaq daxil olmaqla insan həyatını itirmişdi. Bu barədə hələ 2022-ci ildə Sloven rejissor Miran Jupanić bir film də çəkib. Safari Sarayev adlanır. Sarayeva şəhərinin mühasirədə olduğu dönəmdə orada Serb hərbiçilərinin insan səfarisi təşkil etməsindən söz gedir və Milan prokurorluğunun başlatdığı təhqiqat da bu mövzunu araşdırmaq istiqamətinə yönəlib. Çünki orada iddialara görə Serb hərbiçiləri xarici vətəndaşlar üçün, imkanlı xarici vətəndaşlar üçün safari təşkil edirmişlər. Turizm məqsədi ilə belə insan safarisi təşkil edirmişlər. İddialara görə əsasən Amerika Birləşmiş Ştatları, fikir verin, çox sivil, inkişaf eləmiş ölkələrdir.
Amerika Birləşmiş Ştatları, Kanada, İtaliya və Rusiyadan gələn imkanlı turistlər həmən o Belqrad üzərindən Sarayeva ətrafına gəlirdilər və serblərin yerləşdiyi mövqelərdə o insan safarisini həyata keçirdilər. Yəni istədiyi zaman snayperdən aşağıda yerləşən Sarayeva şəhərində yaşayan insanları güllələyib öldürə bilirdilər. Bunun üçün böyük pullar ödənilirdi, 100 minlərlə dollar və avrodan. O zaman avro yox idi, dollardan gedir söhbət. Və bu təhqiqat da məhz bu məsələni araşdırmaq məqsədini daşıyır. Təbii ki, Serb hərbiçilərinin indi müəyyən təşkilatları var, veteranlar təşkilatı. Onlar bu iddiaları inkar eləyirlər. Belə bir şeyin olmadığını bildirirlər. Amma bunu təsdiq edən də bir çox faktlar ortadadır. İndi təhqiqat bu faktların nə qədər doğru olub-olmamasını araşdıracaq. Sizə bir video kadrları da göstərəcəm. Bu da Rusiyalı məşhur müasir yazar Eduard Limonovla bağlıdır. O, həmən o dönəmdə 1992-ci ildə Serb kombatan general Ratko Mladiçin dəvəti ilə həmən o Sarayeva ətrafına gəlib və bu kadrlarda da görüldüyü kimi Sarayeva şəhərini pulemyotdan atəşə tutur. Bəli, bəzən çox istedadlı insanlar da hədsiz əclaf və vəhşi ola bilir. Alo, alo, koy. Ali ja ih ne čujem ništa. Halo? Halo? Pa isključ. A je li orao to? Je li to orao?